Bugün menyuda Təbriz küftəsi var. Əti və soğanı çəkən maşından keçiririk. Düyünü və noxudu qaynadıb soyuduruq. Sonra dərin boşqabda ət, soğan, düyü, noxud, göyərti, duz, istiot, istədiyiniz ədviyyatlar və yumurtanı birləşdiririk. Sonra bütün bu kütləni bir daha ət çəkən maşından keçiririk. 100 qramlıq küftələr tuturuq. Hər birinin içinə qoz və zirinci yerləşdiririk və qoyuruq soyuducuya. Sonra xırda doğradığımız soğanı yağda qovururuq. Üzərinə tomat əlavə edirik, duz, sarı kök əlavə edirik. Sonra qaynar su əlavə edirik və su yenidən qaynara düşəndən sonra küftələri ora yerləşdiririk və gördüyünüz kimi videoda çəkdiyim kimi qaşıqla ara bir suyundan küftələrin üzərinə gəzdiririk və bu minvalla 1 saat bişiririk. Gördüyünüz kimi möhtəşəm küftələr hazırdır.